Salam əziz izləyicilər, bugünkü videoma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə HTML haqqında məlumat verəcəyim. Videomuza keçməmişdən kanalıma like atıb, abunə olmağı unutmayın. Keçək videomuza. Əvvəlki dərslərimizdə biz yazı taqlarını keçmişdik. Link əlavə etməyi keçmişdik, hyperlinki keçmişdik. Bir də bunları keçmişdik. Deməli, bugünkü videomda birinci hissə ilk dərsim olaraq HTML, bu videoda ilk dərs olaraq səs əlavə etməyi göstərəcəyəm. Deməli, audio adından da bəlli olduğu kimi səsdir. Bura biz bir səs əlavə edək. Onun üçün də buradan bir musiqi götürəcəyik. Bunda free music.com buradan girib bir musiqi götürək. Baxaq hansı yaxşıdır. Yax. Hər hansısa bir song götürək. Bunu götürürəm. Götürdüm bunu. Yükləyə vururam. Yükləndi. Deməli, bu faylını açaq. Bu bizə lazım deyil. Fayldan mahnımı götürüm. Buradan index. Deməli, bunu biraz aşağı çəkeyim. Səsimiz hazır. Mən mikrofon taxmışam deyə bu səsi gəlmir. Deməli, bura eyni qovluqda olmaq şərti ilə bu Z yazan kimi mahnı nədə gəlir onu qoyuruq. Üzərinə basanda mahnı bura gəlməlidir. Niyə gəlmir? Mahnı bura gəlməlidir, amma niyəsə gəlmir. Alt yazaq. Gəlməz də kontrol yazaq da kontrols. Mahnımız gəldi. Bu kontrol sözün biz hökman yazmalıyıq. Kontrol sözü. Buradan payvazıq speed falan düzəltmək olar. Buradan səsini bağlayıb açmaq və s. Bunu da bildik. Başqa nə var? Bunun altına bir dənə əvvəlki dərsimizdə onu HTML-dən atıram, düşürəm aşağıya. Sonra sizə yazının tiplərini göstərəcəyəm. Normal yazı, qalın yazı. Bunları demişik əvvəlki dərslərimizdə. Amma bəzilərini deməmişəm. Məsələn, kiçik yazı. P, bu, belə göstərəcəm. Bu, small, kiçik. Yazıdır. Bunu necə bilmək olar? Bu da H1 eləyək. Yox, olmadı bir dəqiqə. Kiçik yazıdır axı. Böyük hərf. Deməli. Onda small yazaq. Small. Nə yazaq? Gördünüz? Bax, yazı balaca oldu. Bu idi. İndi altdan xət göstərək. Altdan xət ins-dir. Yazıram alt bir dəqiqə. Tam yenə bir atım. İns yazı. İns yazı. Gördüyünüz kimi altından xət seçdik. Linkə bənzəyir, amma altından xət seçdik. Sonra nə var? Fosforlu yazını demişdim. Əyri yazı, böyük yazı. Böyük yazını da bilirik. Big yazı. Yəni, böyük yazını göstərək. Biri big. Gördüyünüz kimi yazı böyük oldu. Bunu da bildik. Keçək listlərə. Bundan da bir dənə heratım. Listlərə. Bizim listlərimizdə bir ul var.
bir də ol var. Bunların fərqi nədir? Ol başında hərf və rəqəm olmuş. Nümunə olaraq. Ulun içində li yazmalıyıq. Li yazıram HTML. Oy. HTML. Sonra yazıram li CSS. Yazıram li Python. Bu nizamlanmış siyahıdır. İşarələnmiş. İndi isə bunun nömrələnmişini göstərək. Məsələn, qeyri ataq, denəm, yazaq all tagi. All tagin içində li açıram. Li açıram. Li'nin içində yazıram HTML. Bunun içində yazıram CSS və s. Bu başında ancaq rəqəmlər olur. Məsələn, bunu dəyişdirə də bilərik. Göstərim sizə. Onun type ilə dəyişdirmək olar. Type. Burada gördüyünüz kimi belə gəldi. 1 adi bildiyimiz rəqəmdir. A adi bildiyimiz ABC-də düşəcək. I var idi orada. Hə. Bu rom rəqəmi ilə düşəcək. Bir də I var idi. Bu I düşəcək. Yəni I hərfi ilə düşəcək. O ulda da olur. Yəni göstərməyimə ehtiyac yoxdur. Başa düşdünüz yəqin ki. Başqa type-da nə var? Onlara baxaq. Type yazaq yenə hansıları göstərmədim. Balaca hərflə göstərmək olar belə. Bunları da bildik. Sonra qeydlərimə baxım. Cədvəl. Cədvələ artıq yer olar. Olar deyək. Şeiri ataq. Bir dənə table açaq. Table cədvəl qurmaq üçün lazım olan taqdır. Məsələn, table belə verək. Bıcı yox, belə yox. Onu yazaq. İçində bir dənə TR açıram. Bunun içində TH açıram. Yazıram məsələn. Belə yox. Olmadı. Niyə? Çünki buna görə border 1. Solid. Deməli, bunun içində yazıram belə. Sən yazıram salam. Sonra bir dənə də TH açıram. Yazıram. Necəsən? Sonra bir dənə yazıram. Azərbaycan. Bir dənə də bir şey yoxlayaq. Yox. Onu yazaq. TD var idi bir də. Saat. Hə, bu TH başlıq vermək üçündür. TD də onun başlığın məlumatı. Hə, bu da belə. Bunu da belə edə bilərik. TR açarım. Yazaram salam. TR açaram. İçinə TH yazaram. Salam. Məsələn, bunu TH ilə yox, TD ilə yazmalıyım. Gördünüz, onunla bunun fərqi bu idi. Cədvəl qurmağı da bildik. Deməli, rənglər. Rənglərimizə baxaq. Bunları silirəm. HTML yazıram. Niyə də qoyub başlaya bilərsiniz. Fərqi yox. Burada H1 açıram nümunə olaraq. Yazıram salam. Elə bunu yazıram. Yazıram Code Master. Code Master'imin style yazıram. Bu style CSS-dir. Bu gələcək dəstəmizə keçəcək. Background arxa fon rəngi deməkdir. Bunu eləyirəm. Nümunə olaraq blue. Gördüyünüz kimi bunun arxa fon rəngi mavi oldu.
Bunun arxa rəngi göy oldu. İndi bunun background yox. Background kollara baxaq, yazaq. Agua. Gördüyünüz kimi bu agua oldu. Bu rəngi bir dənə dəyişək. Belə eləyək. Belə oldu. İndi buna color verək. Color blue verək. Gördüyünüz kimi color yazının rəngidir. Background color bunun arxa fon rəngidir. Sonra nə var? Baxın qeydlərə. Bu indi sizə RGB, TEX, bir də HSL rəngləri göstərəcəm. Deməli, ilk öncə başlayaq RGB rəngdən. Buraya yazıram color. Yox, birinci HEX rəngi göstərəm. Bu HEX rəng daha çox istifadə olunan rəngdir. Diez qoyuram. Məsələn, rəngimin adını yazıram. Gördüyünüz kimi bunu yazdım. Rəngi belə oldu. Bunu istədiyim kimi dəyişdirə bilərəm. Sən yazıram olmadı. Belə rəng yox. 7 yazaram F2. Belə bir şey gəldi. Buna bastım. Gördüyünüz kimi belə oldu. Sonra RGB rəngə baxaq. RGB. RGB-yə yazıram 10. Buna yazıram 9. Oy. Bir dəqiqə. Deməli, buna yazıram 118. Buna da yazıram 0.1. Belə rəng alındı. Bunu dəyişdirə bilərəm. Belə eləyərəm. Gördüyünüz kimi bu da RGB rəngi idi. İndi HSL rəngini göstərəm. Bu rəngləri bilmirsinizsə, bunu input yazaraq, burada textdə color yazıram. Color. Burada rəng gəlir. Bu rəngdən RGB var, HSL. Məsələn, mən buradan bir dənə rəng seçdim. Bunu buradan belə elədim. Bunları buradan kopyalamaq olmur. Bəs. Yenə kopyalamaq olmur. Gördüyünüz kimi bu belədir. Bunu yadda saxlayaq. 170, 99, 61. Necə edeyim? Necə yazacaq? Hex rəng göstərdim acili. HSL 170 99% bizdə nə idi? Belə 41% verək getsin. 6 41 41%. Gördüyünüz kimi bu da bizim HSL rəngimiz. Bunu da bildik. Bu inputdan götürdük. Bilməyənlər üçün oradan rənglər götürmək olar. Deməli. Sonra data listi. Bunları silək. O lazım deyil, bildik. Data listi. HTML5. Data listdən mən bir input yazıram. Inputu da gələcək dəstəmizdə. Bura bunların hamısını silirəm. List yazıram. Listi yazıram dillər. Sonra data list yazıram. Data list. Data listin içinə ID yazıram. ID buna ad verir. Bir class var, bir də ID. Bunların gələcək dəstəmizdə keçəcəyik. Data list ID. Buna da yazıram dillər. Bundan eyni olmalıdır inputda. Data listimə enter vuram. Option açıram. Option üçün value hıtımını yazıram.
Burada HTML yazaq. Buna basanda burada niyə açılır bu? Bu burada açılmalıdır. Sadəcə burada açılır. Niyə? Nəyi səhv eləmişik ki? Heç nəyi səhv eləməmişik də. Niyə burada açılmalıdır? Bu yəqin ki sizdə düz normal açılır. Məndə belə açılır. Bir dənə də option yazıram. Optiona bu dəfə CSS yazıram. CSS yazıram. Bir deyil. Var yeni silək. Necə edəcək? Valisiz olmur. Gördüyünüz kimi buradan və yaxud da burada yazırıq. H yazanda gəldi. C yazanda gəldi. Bunu da bildik. Yəni bunlar idi. Sonra buton deyək. Buton nədir? HTML-də buton. Buton bizim adi bildiyimiz düymə. Məsələn yazıram. Düymə. Adi bildiyim basacağım düymə. Bunun taypları var. Taypa yazıram məsələn buton. Bu adi basıla bilən düymədir. Sonra yazıram reset. Reseti necə göstərim sizə? Input yazım. Yox. Reseti necə göstərim? Resetdə bildiyimiz restartdır da. Məsələn nə qədər bir şey yazsan, onlara reset versən. Bunu da bildik. Sonra submit. Submit düyməsi göndərmək. Basanda göndərsən. Məsələn, login kodunda olur bəzən. Bəzən yox, hamısında. Məsələn, Gmail falan yazsan, göndərirsən, onlar səni qəbul edir. Bunu da bildik. Qeydlərimə baxım görün, başqa nə qaldı? Gələn dərsdə maraqlı dərsimiz olacaq. Inputları keçəcək. Inputun birini göstərin. Bəlkə restart olar. Input, password. Password gördüyünüz kimi password oldu. Password yazın. Nöqtə oldu ya, mən özüm nöqtə yazmadım. Mən hər hansı bir hərf yazdım. O belə, məsələn yazıram, belə hərf yazıram indi bu dəqiqə. Bu password gizli olduğuna görə, heç kimin görmədiyinə görə, yalnız sən bildiyinə görə belə olur. Bu reset demədi. Niyə reset demədi ki? Bu reset demədi. Eyb yox. Bunu da bildik. Başqa bir şey qalmadı. Inputları keçəcəyik. 2-3 dərsdən sonra keçəcəyik CSS. CSS maraqlı dərs. O da bitirəndən sonra JavaScript.